Salam, əziz və hörmətli bacı və qardaşlarımız. Allahın sonuncu hüccəti olan Həzrəti Məhdi əleyhissalam qiyam edərək əksər onun imamətinə etiqad eləyənlərin çaşmasından və mürtəd olmasından sonra zuhur edəcək. Bu gecə İmam Cavad əleyhissalam imamət nurunun 9-cu ulduzu İmam Rıza əleyhissalamın oğlu İmam Muhammed Təqi İmam Cavad əleyhissalamın şəhadət gecəsi, sabah isə günüdür. Bu münasibətlə başda İmam Zaman əleyhissalam olmaqla bütün əzizlərə təsliyyət ərz edirik. Elə istədim bu gecə münasibəti ilə İmam Cavad əleyhissalamdan Kəmaluddin kitabında gətirilmiş bir hədisi xidmətinizə çatdırım. Sadəcə hədisi çalışacağım xidmətinizə çatdırım. Əgər ehtiyac olsa bir neçə qısaca bəzi faktlara işarə vurarıq. Hədis axır zaman barəsindədir. Məxsusən İmam Zaman əleyhissalam barəsindədir. Şəxs deyir ki, İmam Cavad əleyhissalamla axır zaman barəsində sorğu-sual soruşdu. İmam buyurdu ki, İnnə min ba'dil Həsən. İmam Cavad əleyhissalam öz nəslini sayır imamətdən, bundan sonra, özündən sonrakılara gəlir. Nəvəsi İmam Həsən Əskəriyə çatır əleyhissalam buyurur, İnnə min ba'dil Həsən əleyhissalam İbnəhu əl-qaim bil-haqq əl-muntəzər. Həqiqətən də mənim nəvəm Həsən Əskəri əleyhissalamdan sonra gələn ilahi nurun sonuncusu, onun oğlu əl-qaim qiyam edəcək, haqq yolunda qiyam edəcək və muntəzər gözlənilən bir şəxsdir. Yəni İmam Zamandan danışır. Fəqultu ləhu. Bu şəxs deyir ki, ondan soruşdum. Yəbnə Rasulillah, limə summiyə əl-qaim. Niyə görə İmam Zaman qaim adlanır? Qiyam edən. Cavab çox maraqlıdır əzizlər. İmam cavab verir, qal, لأنه يقوم بعد موت ذكره وارتداد أكثر القائلين بإمامته. Ona görə İmam Zaman qaim adlanır ki, o zikri, onu yada salma prosesi tamamilə maut, öləcək, o öləndən sonra onun zikri, onun yadı öləndən sonra o birdən qiyam edəcək. Yadınıza gəlirsə, bağlanan kanalımızda bir neçə il bundan öncə bir proyekt gedirdi. Zuhurla qiyamın oxşar cəhətlərindən, qiyamətin oxşar cəhətlərindən danışırdıq və deyirdik, zuhur kiçik qiyamətdir. Bax, burada da İmam Cavad əleyhissalam buna işarə vurur. Ona görə qaim adlanır ki, onun yadı, xatirəsi qəlblərdən öləndən sonra qiyam edəcək. Qiyamətin bir fəlsəfəsi nədir? Allah Quranda baxın, başdan ayağa. Öl ki diriləsən. Ölürlər gözlərindən pərdə açılır. Əslində, həqiqət aləmində. Qiyamət bu açılmanın kulminasiya nöqtəsidir. Ona görə Quranda Allah Teala qiyamət barəsində buyurur ki, Allah deyir ki, mən sual edəcəm qiyamətdə. Limənil mulk əl-yəvm. Bax, bu gün, yəni bu ləhzə, bu an, bu məqamda sana, ey insan, qiyamətdə. İndi mülk, həqiqi mülkün sahibi kimdir? Bu bütün hər şey kimin cilvəsi idi? Görürsən, puç olub. Allah bizim cavabımızdan öncə deyir, öz cavabını deyir qiyamətdə. Lillahil vahidil qəhhar. O Allah ki, vahiddir və qəhhardır. Hər şeyi öz qüdrəti altına alıb. Hər şey onun qüdrətinin sahibidir. Vahiddir. Hər şey onun cilvəsidir. Yəni Allah qiyamət barəsində danışanda bunu demək istəyir ki, ölüydünüz həqiqətdə. İndi pərdələr qalxıb görürsünüz ki, heç nə özü deyilmiş. Hər şeyin həqiqəti açılacaq. Yəni
müqayisə olunmaz dərəcədə bir hal yaşayacaq insan. Hər şeyin puç olduğunu bir anlıq təsəvvür edin, insan görsün. İmam Zaman barəsində İmam Cavad əleyhissalam buyurur, ölülər, öləcək onun zikri, amma öləndən sonra dirildəcək İmam Zaman qiyamla. Qiyam yəni qiyamət sözündəndir. Yəni hər şeyin həqiqəti açılacaq. Ona görə qaimdir. Həqiqəti, kiçik qiyaməti göstərəcəyinə görə qaimdir. وَارْتِدَادِ أَكْثَرِ الْقَائِلِينَ بِإِمَامَتِهِ. Sanki burada həmin bu ölümü biraz təfsir edir. Bu İmam Zamanın zikri yadının ölümünü. Əksər onun imamətinə etiqad eləyənlərin əksəriyyəti murtədd olub yolundan azandan sonra İmam-ı Zaman qiyam edəcək deyə, yəni həqiqət pərdələr, batilin puç pərdələrini, hətta imamətinə etiqad eləyənlərin gözündən çəkəcək deyə kiçik qiyaməti göstərəcək, həqiqəti göstərəcək. Ona görə qaim adlanır. وَلِمَا سُمِّيَ الْمُنْتَظَرِ. Çünki İmam əvvəldə həm qaim deyir ona İmam Cavad, həm muntəzər. Niyə görə bəs onda qaimi bildik? Niyə gözləniləndi? Muntəzər. Biz deyirik muntəzir. Muntəzir gözləyən, muntəzər gözləniləndir. Bu cavab da maraqlıdır. Qal لأن له غيبة يكثر أيامها ويطول أمدها. Çünki onun bir qeybəti olacaq ki, yəkthuru, günlərinin sayı çoxdur. Və yatulu əməduha, uzanıyacaq onun müddəti, zamanı çox uzun olacaq. Fə yəntəziru xurucəhu əl-muxlisun. Ona görə müntəzərdir ki, həm qeybətinin uzunluğu buna səbəb olub ki, o gözləniləndi. O qədər insanlar maddi prinsiplər və dünya baxışı əsasında yaşayacaq. Haqlı, haqsıza, fərqi yoxdur. Maddiyyət istər-istəməz girəcək insanların həyatına, həqiqət üstü pərdələnəcək. Muntəzər bu tərəfdən zaman uzanıyacaq. İnsanlar zaman uzanıcıqca ələyin gözündən keçəcək. Hətta əksər imamətinə etiqad eləyənlər imam buyurur. Və bir tərəfdən ona görə muntəzərdir və gözləniləndi ki, müxlislər, ixlas sahibləri onu gözləyirlər. Onlar həqiqətə baxırlar. Aləmin varlıq fəlsəfəsinə baxırlar ki, mümkün deyil. Sübh açılmasın. Və yunkiruhu əl-murtabun. Və bir tərəfdən də müxlislər onu gözləyir, amma şübhədə olanlar və yalanla yoğurulanlar da onu inkar edəcəklər. Və yəstəhzi'u bi zikrihi əl-cahidun. Onun ziyada salınanda onun zikri ilə, onun zikrini istehza edəcəklər. İnatçı kafirlər. Baxın, bugün sadəcə ölkəmizdəki şəraitə baxın və hətta təəssüf ki, bir sıra müminlərimizin vəziyyətinə baxın, bu hədis anlaşılacaq. Və yəkzibu fiha əl-vaqqatun. Ona görə müntəzərdir ki, bu xüsusiyyətlərdən əlavə gözləniləcək. Bəziləri, görmüsünüz biz dəfələrlə demişik ya, bulanlıq sudan öz balığını tutmaq istəyənlər. Bəziləri media formasında öz balığını tutub həyəcanla, məsələn, ya abunəçi yığmaq, ya nə üçünsə həyəcanlı, müxtəlif kimlərəsə istinad edərək vaxtlar təyin edirlər. Məsələn, Azərbaycandakı məhdiçilər, hətta zaman təyin etməkdən o tərəfə zəif vəsiyyət hədisinə istinad edən Əhmədül Həsənin davamçıları ki, digərlərini ittiham edirlər, müştəhidləri ittiham edirlər ki, bunlar hədislərə söykənirlər. Özləri Əhmədül Həsən yalancısının yuxusuna və zəif
vəsiyyət hədisinə söykənməklə. Vəqqatun, yəni çox-çox vaxt zikr edirlər. Məsələn, bunun bir üzü məzhəbi formada qeyd etdiyimiz kimi din adı altında, bir üzü də ekstrasenslər. Azərbaycanda baxın. Çünki insanların düşüncə səviyyəsi aşağı düşdükcə və maddi parametrdən o tərəfə görmədikcə maddi cilvələr və rənglər və keçici həyəcanlarla aldatmaq və zaman almaq və keydici iynə vurub sehirləmək asanlaşır. Yəhliku fiha əl-müstə'cilun və yəncu fiha əl-muslimun. Bu zaman müddətində əl-müstə'cil tələsdirənlər, tələsən biri var, əccilli vəliyyikəl fərəc, bu tələsmək müsbət mənadadır. Amma biri də var əl-müstə'cilun, burada iki başlı mən görürəm bunu. Biri budur ki, ilahi nə ol deyə ədəbsizcəsinə bir hədis demişdi. Harada qal deyə bu, hansı biyabanda qal deyə, deyəsən ölüb. Bəzi maddi kriteriyalar əsasında. Biri də budur ki, əl-müstə'cilun pis əməlləri ilə onu, Quranda Allah buyurur, yəstə'cilunəkə bil-ədab. Peyğəmbər səndən kinayə ilə deyir də, Allah Teala replikə ilə. Bunlar elə qaşınır, sanki əzablarını tezləşdirmək istəyirlər. Elə bu arada bir mütərizə arasında bir şey deyim, bu barədə gələn bəhslərdə geniş təhlil edərik çalışır inşallah. İran İslam Silahlı Qüvvələrinin baş komandanı dünən ya bugün bir söhbət elədi, çıxış elədi Sadiq Vəd 3 barəsində və biz deyirdik tərkibi. Sadiq vədlərdən danışdı. Orada dedi, bax bu kinayəni işlətdi siyonist uşaq qatili olan rejim barəsində. Dedi, onlar tələsdirirlər Sadiq Vəd 3. Yəni Sadiq Vəd 3 olacaq və digər Sadiq vədləri. Və yəncu fiha əl-muslimun. Bu zaman dilimində muslim, həqiqi təslim olanlar nicat tapacaq. Allah bizi onlardan qərar versin. Və sonda bir şey qeyd edim xidmətinizə. Bilirsiniz ki, İmam Cavad əleyhissalam Babul Həvaic adı alan imamlardandır. Cavan şəhid olub, səhv eləmirəmsə 28 yaşında, əgər səhv eləməsəm. Və çox məzlumanə şəkildə yaşayıb. İmam Rıza əleyhissalam ki, ziyarəti Məşhəddədir. Allah bir daha hamımıza nəsib eləsin. Onun atası da İmam Rıza əleyhissalam. İmam Rıza əleyhissalam buyurur ki, qəlbimin meyvəsidir. Ona məxsusi əlaqəsi var İmam Rıza əleyhissalamın. İmam Cavad əleyhissalam Babul Həvaicdir. Bu gecə onun şəhadət gecəsidir. Ona qəlbən bu gecə hacətlərinizi aparın onun qapısına. Allah sima və isimlərindən və nurlarından bir cilvədir. İmamət nuru və imamət nuru, əhl-i beyt nuru, kulluhum nurun vahiddir deyə. Hamısı bir nurdur. Müxtəlif cilvələrdə, müxtəlif zamanlara uyğun təcəlli edib deyə. Ümumiyyətlə onlardan istənilən hacətin Allahın izni ilə cavabını onların yer üzündəki qalmış bəqiyyətullah əl-ə'zam, Allahın son hüccəti İmam Zaman əleyhissalam bu hacəti bizə verir biiznillah vəchullah olaraq. Ona görə də hacətlərinizi bu gecə aparın Əhl-i Beyt əleyhissalamın qapısına. Sabahda təvəssül gecəsi var. Təvəssül duası gecəsidir. Sabah şəhadət günün axırında təvəssül gecəsi. Bu gecə və sabah gecə böyük fürsətlərdir. Əlbəttə iltiması dua varımızdır. Bizləri də qəlbən dua buyurarsınız. Sübh yaxındır. Sizləri sübhün sahibinə əmanət edirik.